Şou biznes aləmində maraqlı qohumluq xəbəri gündəmə gəlib. Aparıcı prodüser Tarix Əliyevin həmkarı Elgiz Əkbərlə qohum olacağı üzə çıxıb. Məlum olub ki, bu yaxınlaşma ailə bağları vasitəsilə baş tutacaq. Demokrat Azın yaydığı məlumata görə Tolik bu barədə bacısı Fatimənin nişan mərasimində danışıb. O bildirib ki, Fatimənin nişanlandığı şəxs Elgiz Əkbərin qohumudur. Bu açıqlama mərasimdə iştirak edən qonaqlar arasında maraq doğurub və qısa zamanda sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Uzun illərdir televiziya məkanında fəaliyyət göstərən və müxtəlif layihələrdə yer alan Tolik və Elgiz Əkbər zaman-zaman efirdə həm fikir mübadiləsi, həm də polemikaları ilə diqqət çəkiblər. İndi isə onların münasibətləri yeni mərhələyə qədəm qoyur. Həmkar münasibəti ailə bağları ilə möhkəmlənir. Qeyd edək ki, nişan mərasimi ailə üzvlərinin və yaxın dostların iştirakı ilə keçirilib. Tolik çıxışında bacısına xoşbəxtlik arzulayıb və bu qohumluğun hər iki ailə üçün xeyirli olmasını diləyib. Nəticə etibarilə şou biznesin iki tanınmış siması yaxın zamanda rəsmi olaraq qohum olacaq. Bu xəbər həm media camiyyəsində, həm də izləyicilər arasında maraqla qarşılanıb və görünür ki, münasibətlər artıq təkcə peşəkar çevrədə qalmayacaq.